Hamınızı xoş gördük. Növbəti yeni super bir Tvbox videosuyla karşınızdayım. Bugün Tanix W2 Tvbox'unun kutu açılmışı ve tanıtımı olacaq. Böyle bir qablaşdırması var. Burada Tanix firmasının modelleri var. Müxtəlif Tvbox modelleri göstərilib. Bizdə olan Tanix W2 216 yaddaş, 5G internet ve Bluetooth'u dəstəkləyir. Kutunu açaq, görək nə var. Təbii ki Tvbox adaptör, 5 volt, 2 amper. Təbii ki bir ədəd HDMI kabel və belə bir pult. Düzdür, sadə bir pultdur, səsli axtarışı yoxdur, bluetoothu yoxdur. Amma keyfiyyəti çox gözəldir. Yəni kifayət qədər uzun müddət istifadə etmək üçün yararlı bir pultdur bu. Yəni ki rahatçılıqla uşaqlara da vermək olar. Amma görürsünüz ki biraz knopkalarda ses var. Amma qalan məncə çox balaca, ələ yatımlı, gözəl bir pultdur. Şimdi Tvbox'umuza baxaq. Məşhur bizim Tanix W2. Neçə illərdir ki bu Tvbox həmişə gündəmdədir. Hər vaxt istifadədədir. Abi buradan çıxış, buradan ses çıxışı, LAN girişi, HDMI çıxışı, təbii ki adaptör girişi. Burada da bir ədəd mikro kart yeri, USB 2.0 və hətta USB 3.0 var. Ön tərəfində də burada informasiya paneli yerləşir. Qeyd edeyim ki Tanix W2 illərlə istifadədə sınaqdan keçmiş, çox gözəl, bütçəli bir Tvbox'dur. Yəni ki hər bir insana mən bu Tvbox'u almağı tövsiyə edirəm. Qiymətinə görə xüsusiyyətləri, parametrləri, performansı çox əladır. İndi keçək televizora qoşaq. Orada baxaq. Tanix logosu ekrana gəldi. Bu da Android animasiyası.
Gördüyümüz kimi qısa bir müddətdə ana ekrana gəldik. Bu gördüyümüz Tanix'ə məxsus ILC launcheridir, yəni ana ekranıdır. Deməli, Tanix şirkəti burada belə bir incəlik eləyib. İndi biz buradan ilkin olaraq bu launcherdə göstərim necə sürətli işləyir. Görürsünüz. Kifayət qədər sürətli və stabildir. Kim istəsə bu launcherdən istifadə edə bilər, bu ana ekrandan istifadə edə bilər. Dəyişmək istəsək, bura Home Picker tətbiqinə gəlirik. Buradan gördüyümüz kimi ATV launcheri seçərək ATV interfeys eləyə bilirik. Buradan cihaz haqqında məlumatlar bölümünə daxil olaq. Cihazın adı W2, versiya Android 11, istehsal tarixi 2025 avqust ayı, kifayət qədər yeni vaxtda istehsal olunub. Buradan təbii ki dillər var, seçə bilərik. Ekran, məsələn, ekran 4K, 60 FPS, HDR seçimi var orada, yaddaş 16 GB, Google Assistantı dəstəkləyir. Əlavə bölmədə burada root aktivdir, istəsək rootu bağlaya bilirik. Performans dialoqu bölməsini aktiv edəndə sol tərəfdə, sol küncdə yuxarıda məlumatlar çıxır, prosesorun neçə dərəcədə olmağı, sonra prosesor tezliyinin gücü, müxtəlif məlumatlar var. Buradan istəsəmiz bağlaya bilərik. Təbii ki Bluetooth var, pult və aksesuarlardan Bluetooth pult və yaxud Bluetooth kolonka qoşa bilərik. Auto Start, buradan istədiyimiz proqramı seçib aktiv edirik. TV Box açıldıqda həmin proqram birbaşa açılır. Mouse'un sürətini azaldıb çoxaltmaq olur. Front panel brightness, TV Box'un ön panelində göstərilmiş saatın işığını azaltmaq, çoxaltmaq üçündür. Bu da xırda bir incəlikdir. AIDA64 proqramı vasitəsilə də baxaq məlumatlara. System W2 modelin adı, istehsalçı Google kimi yazılıb. Yəni bu deməkdir ki, bu cihazlara müəyyən qədər də olsa Google'un dəstəyi var. Təbii ki, bu cihaz Google lisanslı deyil, amma müəyyən qədər Google'un dəstəyi var. Bu da önəmlidir TV Box'lar üçün. Yaddaş 2, RAM 2, yaddaş 16. Prosesor 4 nüvəli Cortex A35 1800 tezlik, kifayət qədər normal. Belə, sonra video prosesor, bu da TV Box'larda təbii ki önəmlidir. Mali G31, kifayət qədər axıcı və sürətli video oynatmağa kifayət eləyir.
Android 11 kodeklerden de tabii ki AV1 kodeki bu TVBox-da var. AV1 kodekinin olmağı YouTube'da videoları baxarkən internet sürəti zəif də olsa AV1 kodekinin köməyi ilə videolar axıcı və stabil olur. Gördüyünüz kimi istehsalçının verdiyi məlumatlarla AIDA64 proqramının verdiyi məlumatlar üst-üstə düşür. Məsələn, bəzi o no-name TVBox-lar var ki, onlarda qutunun üstündə və yaxud da ki, ayarlar bölümündə məlumatlar şişirdilmiş formada göstərilir. AIDA64 proqramı ilə yoxlayırsanız, görürsünüz ki, məlumatlar üst-üstə düşmür. Amma bu təbii ki, bir no-name cihaz deyil, bu Tanix kompaniyasının istehsal etdiyi TVBox-dur. YouTube'da hər hansı bir video yoxlayaq. Axtarış bölümündən bir 4K video yoxlayaq. Costa Rica videosundan istifadə edək qısa bir müddət üçün. K 60 FPS HDR seçək. Bilirsiniz ki, belə videolar çox ağır videolardır. Görürsünüz ki, problem olmadan belə bir videonu aça bilir bu TVBox. Təbii ki, buradan da belə aydın olur ki, bu TVBox-un prosesorunun gücü, video prosesorun gücü, bu belə bir videolarda özünü göstərir. İşləməyi də ki, kifayət qədər sürətli, stabil. Bir də belə bir məlumat verim ki, Tanix W2 üçün müxtəlif yazılımlar var. Slimbox TV, Sandman yazılımı, sonra ATV mod yazılımı, müxtəlif cür yazılımlar var. Yəni ki, bu TVBox-un sistemində bir problem yarandıqda və yaxud yenilənməsində bir problem yarandıqda istədiyimiz vaxtı biz yazılımı özümüz kompüter vasitəsilə dəyişə bilərik. Əgər istəyirsinizsə ki, bu TVBox-a məsələn Sandman yazılımı yazın, rəylər bölməsində yazın, videoma like qoyun. Növbəti videoda mən Sandman yazılımını inşallah çəkib sizə göstərirəm.